İndi isə daha ətraflı Prezident İlham Əliyev Laçın şəhərində bir sıra müəssisələrin açılışında iştirak edib, kanat yolunun təməlini qoyub, sakinlərlə görüşüb. Prezident İlham Əliyev Latifa Laçın tikiş fabrikinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2000 ədəd tekstil məhsulu istehsal olunacaq. Bura ev tekstili, idman dəstəri, ekskluziv geyimlər və digər məhsullar daxildir. Dövlət başçısı Pirşağı ayaqqabı fabrikinin Laçın filialının açılışında da iştirak edib. Laçın Agrosənaye Parkında işə başlayan müəssisələrdən biri də Pirşağı ayaqqabı fabrikinin Laçın filialıdır. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Laçın elektrik şəbəkəsi rəqəmsal idarəetmə mərkəzinin də açılışı olub. Burada hər birinin gücü 1600 kilovat olan 2 ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kilovat və 0,4 kilovatlıq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün Laçın yarımstansiyasından 4,8 km uzunluğunda 2 dövrəli elektrik verilişi xəttləri çəkilib. Prezident İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub. Məlumat verilib ki, kanat yolu şəhərin bulvar ərazisində yerləşəcək və 2 hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq. Hərəkət müddəti 6 dəqiqə təşkil eləyəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında da iştirak edib. Bəylik kəndində yeni inşa edilən fərdi evlərdə yaradılan şəraitlə tanış olub. Dövlət başçısı Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərinin açarlarını təqdim edib. Allah canını sağ eləsin. Sağ olun. Biz siyasətin sayəsində biz öz vətənimizə 32 ildən sonra gəlib yetişmişik. Allah'a şükür. Siyasətin sayəsində bu torpaqlar azad olunubdur. Bu torpaqlarda şəhid olan şəhidlərimizə Allah rəhmət eləsin. Onların valideynlərinin qarşısında baş əyirik. Qazilərimizə can sağlığı. Siz də siyasətiniz bax belə davam eləsin, ömrünüz axırda belə davam etsin. İnşallah. Laçında Azərenerji Açıq Səhmdar Cəmiyyətinin Aşağı Malıbəyli və Mirik su elektrik stansiyalarının da açılışı olub. Prezident İlham Əliyevə məlumat verilib ki, 3,1 meqavat gücündə Aşağı Malıbəyli və 3,5 meqavat gücündə Mirik su elektrik stansiyalarında müasir avadanlıqlar quraşdırılıb, optik kabel xəttləri çəkilib. Prezident İlham Əliyev Aşağı Malıbəyli və Mirik su elektrik stansiyalarını işə saldı. Dövlət başçısı Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib. Laçında Zerti kəndində Laçın istirahət kompleksinin açılışı olub. Məlumat verilib ki, kompleks müxtəlif kateqoriyalı 120 otaqlı otel binasından 8 kottecdən ibarət olmaqla ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək.